Başlayaq mı? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammed ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Değerli kardeşler, Sahih Siretun Nebaviyye kitabında olan dersimiz devam edir. Bugünkü mevzu keyfiyetu bid'ul vahiy. Peygamberimiz sallallahu aleyhi ve selleme gelen vehyin başlangıcı. Bildiğimiz ki vehiy Allah subhanahu ve taala tarafından müeyyen olmuş bir melek vasıtasıyla bütün peygamberlere Allah'ın emirlerini, qadağalarını, yani buyruqlarını yerine yetirmək üçün təyin olmuş bir melek vasıtasıyla gelen bir vehiydir. Vehiy de Allah kelamıdır. Ve sonuncu Allah kelamı olaraktan da subhanahu ve taala Peygamberimiz sallallahu aleyhi ve sellem'de Kur'an'ı sonlandırdı. Kur'an'ı sonlandırdı. Ve beləliklə də Peygamberimiz sallallahu aleyhi ve selleme Allah subhanahu ve taala'nın isteği üzere Kur'an müəyyən vaxt, müəyyən bir müddət ərzində nazil oldu. Bugünkü mevzumuz da Peygamberimiz sallallahu aleyhi ve selleme, sesi var mı? İlk vəhyin gəlməsi necə başlamıştır? Hansı hallar Peygamberimiz sallallahu aleyhi ve sellem keçirmiştir ve necə başlanmıştır? Ümumiyyətlə peygamberlərə, tək bizim peygamberə yox, ümumən peygamberlərə gələn vəhiy ilk olaraqdan birbaşa Allah tərəfindən Cəbrail aleyhisselam vasitəsilə göndərilən vəhiy olmur. Onlar hətta o vəhiy başqa yolla onlara ərz olunur ki, hətta o özlərdə onu rahatlıq tapsın, ona öyrəşsinlər deyə. Bu da inşallah mevzumuzda hədislərdə öz təsdiqini tapacaqdır. Mevzumuz fəsil buna ibarətdir ki, bəb keyfiyyəti bid'il vahyi ilə Resulullah sallallahu aleyhi və səlləm və zikru əvvəlu şeyin ənzələ aleyhi minəl Qur'anəl azim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə vəhyin başlanması hansı vaxtı və necə başlamışdır və ilk Qur'andan nazil olan ayələr hansılardır və kânə zəlikə və lehu sallallahu aleyhi və səlləm minəl umri 40 sənə. Bu əhl-i sünnə vəl cəma arasında ittifak olan və bundan qeyri rəvayətlərin də şaz olan, müxalif olan rəvayətlərindən ki, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə Peyğəmbərlik onun 40 yaşında verilmiştir. Bu ittifak olan mevzudur. Bu ittifak olan mevzudur. Raval Bukhari an Aişə radiyallahu anha enneha qalet evvel ma bada bihi Resulullah sallallahu aleyhi ve sellem minel vahiy ru'ya sadiqa fin nevmi. Dediğimiz kimi, önce dediğim gibi peygamberlere ilk vahiy melek vasıtasıyla, bizim bildiğimiz melek vasıtasıyla gönderilmemiştir. Lakin ilk vahiy olaraktan bunu da Ayşe radıyallahu anhadan gelen rivayette bildirilir ki ilk vahiy başlanması ümmeten peygamberlerde ve hususen de ki bizim peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem'de ilk yuxu vasıtasıyla, yani təsdiqlənən doğru yuxu vasıtasıyla Peyğəmbərimizə vəhiylə başlamışdır. Elə Allah tərəfindən Cəbrail vasıtasıyla vəhiy gəlməzdən öncə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm doğru yuxular görərdi ki, o da səhərdə aydınlığı tapır. Həmçinin hədisdə dedi, fəkənə la yara ru'yan illə cəət mislu fələqis subhi. Peyğəmbərimiz gördüyü hər bir yuxu eyni ilə səhər şəfəqin, yani sübhün doğması kimi aşkar şekilde çin olardı. Yuxu görərdi ve səhər sübhün açılması kimi, aşkar olduğu kimi onun yuxusu təsdiqini tapardı. Bu ilk önce belə peygamberlerin yuxularının ilk başlanğıcları belə olub. Ve hem peygamberimizden hem de başka peygamberlerle. Bu da Bukhari ve Müslim geçen hadistir. Sonra peygamberimizden rivayet olundu ki "Thumma hubbu bileyhil hala." Sonradaki peygamberimiz ki mənə xəlvətə çəkilmək, Allah'a ibadet etmək, xəlvətdə Allah'a ibadet etmək mənim üçün sevdirildi. Yalnız Peyğəmbərimiz xəlvətə çəkilir, ancaq tək qalmağa sevdirilir. Fəkən yaxlu min biğar Hira, hamınız bildiğiniz kimi Peyğəmbərimiz təkliyə çəkilərdi, xəlvətə çəkilər. Burada indi məşhur olan Hira dağında gecəkləşirdi. Feytəhənnətu fihi və huvə təəbbud. Orada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allah'a təəbbud edərdi. Yəni ibadətlərə qapanardı. Aydın ibadətlərə qapanardı.
Bu da müəyyən sayılır günləri ailəsinə qayıtmazdan əvvəl oradan çıxar, tək qalar və ailəsinə dönməzdən öncə sayılı gecələrdə orada Peyğəmbərimiz Allaha təəbbüd edərdi. Yəni ibadətə qapanar, ibadətlərdə müntəzim olaraqdan bunu Hira dağında balaca bir mağarada bunu gerçəkləşdirərdi. Fəcəəhul mələk fəqalə. Günlərin bir günü bu hal Peyğəmbərimizə davam edir və ona Allah tərəfindən qoyulmuş o vəhiy gerçəkləşir. Artıq o vəhiy gerçəkləşir. Peyğəmbərimizə sallallahu aleyhi və səlləmin gözlədiyi və Allah subhanahu və taalanın o vəhiyi ona çatdırması artıq gerçəkləşir. Artıq Peyğəmbərimiz 40 yaşına çatdıqda artıq ona peyğəmbərlik verildi və artıq ona mələk gəlir və artıq Allah Taala ona əmrlərini bildirir. Fəcəəhul mələk, ona bir mələk gəlir və ona deyir ki, oxu. Ona deyir ki, oxu. Çünki Peyğəmbərin bildiyimiz kimi Allah Taala öz kitabında da, ayələrin özündə də Peyğəmbərimizi Allah Subhanahu və Taala oxuma, yazma bilməyən, yəni ummi adlandırmışdır. Və o mələk də gəlib Peyğəmbərimizə oxu dedikdə və Peyğəmbərimiz də oxuma, yazma olmadığından dolayı və cavabı olurdu ki, mə əni biqari, mən oxuya bilmirəm, oxuyan deyiləm. Və sonra deyir ki, bunu Peyğəmbərimiz ilk öncə Xədicə radiyallahu anhə danışır bu mövzuları. Çünki ilk bu vəhiy gəldikdən sonra ilk Hira dağında bu halla rastlaşdıqda və evə qayıtdıqda ilk zövcəsi olan Xədicə radiyallahu anhəyə bunu danışır. Sonra Peyğəmbərimiz deyir ki, məndən oxumağımı tələb etdi, mən oxuya bilmədiyimi dedikdə o məni götürdü, hətta nəfəsim kəsilincəyə qədər məni sıxdı. Sonra məni buraxdı və yenidən mənə oxumağımı söylədi və mən oxuya bilmirəm dedim. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, məni ikinci kərə tutdu mələk, yenidən sıxdı, hətta nəfəsim kəsilməyə az qalmışdı, məni buraxdı. Və mənə yenidən əmr etdi, oxu və mən dedim, mən oxuya bilmirəm. Səhərdən üçüncü dəfəsində yenə də Peyğəmbərimizi mələk sıxır, hətta nəfəsi kəsilincəyə qədər, sonra buraxır və deyir, İqra, burada artıq ilk ayələr nazil olur. Aləq surəsinin 1-dən 5-ə qədər ayələr nazil olur. İqra, bismi rabbikəlləzi xalaq, xalaqal insana min aləq, İqra və rabbukal əkram, əlləzi əlləmə bil qaləm surələri ilk nazil olmuş ayələr olaraqdan keçməkdədir. Və də İqra, bismi rabbikəlləzi xalaq, səni yaradan Rəbbinin adı ilə oxu. Səni yaradan, İqra oxu deməkdir. Bismi adı ilə bir Rabbikə, sənin Rəbbinin, hansı ki əlləzi xalaq, səni yaratmış. Yəni səni yaradan Rəbbinin adı ilə oxu. Burada Allah Taala ilk olaraqdan Peyğəmbərimizə özünün rububiyyətini və ad və sifətini burada Allah Taala öz qüdrətini ortaya qoydu ilk ayələrdə. Həmçinin Allah Taalanın adı olması və həmçinin Allah Taalanın Rəbblik, rububiyyəti və Allah Taalanın məxluqu yaradan olması, yəni rububiyyəti burada öz təsdiqini tapır. Xalaqal insana min aləq. Bunlar hamısı rububiyyətdir. Allah Taala insanı qan laxtasından yaratmışdır. İqra və rabbukal əkram. Sənin Rəbbin müqayisəsiz səxavət sahibidir. Əlləzi əlləmə bil qaləm. İnsana qələmlə yazmağı öyrətmişdir. Əlləməl insana mə ləm ya'ləm. Burada da Allah Subhanahu və Taala hər bir şeyin başlanğıcı olaraqdan, sonu olaraqdan da insanların malik olduğu elmləri Allah tərəfindən olduğunu və insanın da aciz olduğunu özündən görürlanmasını bildirir ki, insana bilmədiklərini öyrətdi Allah Taala. Hadin ilk enən ayələr elə bunlar olmaqdadır. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qorxu içərisində ürəyi döyünərəkdən evinə Xədicə bint Xuveyld radiyallahu anhənin yanına qayıdır və qorxu içərisində olur. Çünki heç zaman görmədiyi bir hadisə ilə rastlaşıb. Bu hadisə ki, Allah Taala tərəfindən göndərmiş bir vəhiy. Yəni bizim yer üzərində, bizim başımıza gələcək hər hansı bir qorxu hadisəsi olur da, ani bir stres, ani bir nəsə görmək ki, bəzən ürəyimiz hətta az qalır ki, yerindən çıxsın ki, bunları bizim duyduğumuz bu hisslərdən daha çox hissi Peyğəmbərimiz ilk vəhiy nazil olduqda, yoxsa ilk mələkin Allah Taalanın ona əmr etməsini eşitdikdə Peyğəmbər o hisslərlə
qarşılaşır və bundan dolayı Peyğəmbəri həm üşütmə tutur, həm evə qayıdır və deyir ki, məni bürüyün, mənim üstümü örtün deyə burada Peyğəmbərimiz Xədicə radiyallahu anhədən bunu xahiş edir. Və Xədicə radiyallahu anhə onun üstünü örtür, hətta qorxusu, həyəcanı ondan geçsin deyə. Aydındır. Və Xədicə radiyallahu anhə deyir ki, sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona xəbər verir ki, deyir, mən yəni özümə zərər gəlməsindən qorxdum. Qorxdum deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yaşadığı hadisələrdən. Sonra Xədicə radiyallahu anhə ona təsəlli olaraqdan deyir ki, çünki dediyimiz ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, nasıl ki, Peyğəmbər Allah tərəfindən seçilir, lakin onun yaşadığı, çünki o artıq fövqəl-təbii bir hadisə ilə qarşılaşıb. Fövqəl-təbii hadisə ilə qarşılaşıb. O da onun öncədən bilmədiyi, insan olaraq rastlaşmadığı bir hadisə idi. Allah Teala tərəfindən ona göndərmiş bir xəbər. O da bir mələk vasitəsilə gəlib və ona da Allah Teala oxumağa bilmədiyi halda ona əmirlər edir və s. və s. Bu onda özü barəsində qorxmağı gətirib çıxardır və bunu da Xədicə radiyallahu anhə dedikdə Xədicə radiyallahu anhə demişdi Peyğəmbərimiz, onu yəni daha çox başqa zövcələrindən keçmişlikdə Xədicə radiyallahu anhəyə olan sevgisi, məhəbbəti, şövqü daha çox idi. Çünki onun yanında heç bir kimsə olmadığı zamanlarda, ilk vəhiy, ilk peyğəmbərlik olduğu zamanlarda, verildiyi zamanlarda Xədicə radiyallahu anhə onu təsdiqlədi. Nə olsun ki, deyə bilərsiniz ki, onu yollaşır. Amma ki, baxsa ki, Nuh aleyhissalama onu yollaşır, onu təsdiqləmədi. Aydındır. Yəni amma ki burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də Xədicə radiyallahu anh onun iz təsdiqləyən, əlavə olaraqdan, üstəlik olaraqdan ona təsəlli verən kimsələrdən oldu. Aydındır. Bu zaman Xədicə radiyallahu anh deyir ki ona, kəllə, qorxma, heç bir zaman qorxma. Əbşir, sənə müjdələr olsun. Fəvallahi lə yuxsikəllahu əbədən. Allah Teala sənə heç bir zaman rüsvay və yaxud səni utanılacaq bir hala salmayacaqdır Allah Teala səni. Çünki sən, ey Peyğəmbər, innəkə lətasirur rahim. Sən qohum haqqlarını qoruyan bir kimsəsən. Yəni, qohumları ziyaret edən kimsəsən. Onların hallarını axtaran, onlara maraqlanan bir kimsəsən. Sən heç bir zaman nə özünü yaxınlarına, nə qohumlarına atan bir kimsə olmayıbsan. Və təsdiqul hədis və sözü təsdiqlənən bir kimsəsən. Doğru bir kimsəsən sən. Və tuqrid dayfə, qonaqlara ehtiram edən, qayğı göstərən və onlara xidmət edən bir kimsə olmusan. Və təhmilul kəllə, əziyyətdə zəiflərə, kimsəsizlərə və kasıbların yükünü daşıyan bir kimsə olmusan sən. Və təksibul mə'dumə, imkanı olmayan bir kimsələrə qazanc əldə etməyə sən yardım etmirsən deyə Peyğəmbərimizi Xədicə radiyallahu anhə belə təsəlli və sondakı və tu'inul alə nəvaibil haqq. Sən haqq yolunda insanlara başına gələn müsibətlərdə, haqq yolunda insanların başına gələn müsibətlərdə daima onun insanların yanında olmusan deyə Xədicə radiyallahu anhə Peyğəmbərimizə təsəlli verir və onun üzərini örtür ki, hətta onun qorxusu geçsin. Və bundan sonra bir müddət sonra, yəni bu hadisə baş verdi. Artıq Peyğəmbərimizə Peyğəmbərlikin ilk əlamətləri və ilk təbliğat olaraqdan Peyğəmbərimizə bu ayələr nazil olduqdan sonra bir müddət sonra Xədicə radiyallahu anhə orada onun qohumlarından olan Varaqa İbni Nofəl, İbni Əsəd, İbni Abdül-Uzzə, İbni Abdül-Xədicə, İbni Əmmə Xədicə. Bu da həmçinin Varaqa İbni Nofəl Xədicə radiyallahu anhın əmisi oğluydu. Və Xədicə radiyallahu anhə ilk onun yanına gedir, bu əhvalatı ona danışır. Bu Peyğəmbərimizin başına gələn bu hadisəni əmisi oğlu Nofəl, Varaqa İbn Nofəlin ona danışır. Və kənə imran qad tanasır fil cahiliyyə. Bu həmən ki Varaqa İbn Nofəl yəni cahiliyyə dövründə Nasrani olmuş bir kimsə. Və kənə yektubul kitabel ibraniyyə və yektubu minəl incili bil ibraniyyə məşəallahu ən yektub. O da kitab İbrani dilində yazar və İncilli də İbrani dilində yazan kimsələrdən olmuş. Və kənə şeyxən kəbirən qad amiyyə. Qocalmış, yaşlı və yaşlılığından dolayı artıq gözləri görməyən bir kimsə idi. Varaqa İbn Nofəl. Fəqalət ləhu Xədicə. Və Xədicə radiyallahu anhə deyir ki, ey əmim, ey əmi oğlum, ey əmim oğlum, sənin bu qardaşının söylədiklərini eşit. Varaqa deyir ki, nə deyir o? Mədə təra? Yəni, o nə görüb, nə eşitib? Peyğəmbərimiz barəsində deyir ki, Xədicə radiyallahu anhə, Varaqa deyir ki, nə eşitib o?
فأخبره رسول الله صلى الله عليه وسلم خبر ما رأى. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sanki yəni Xədicə radiyallahu anh getdikdə yanında Peyğəmbərimiz də olur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona gördüklərini xəbər verir. Yəni başına gəldiyi əhvalatları olduğu kimi həmçinin bu Varaqa ibn Nufələ danışır. Fəqalə lehu Varaqa. Varaqa elə adi adamlardan deyildi. Yəni onda öncəki kitablardan olan ilim olan bir kimsə idi. O artıq öz kitablarını təhriflə başa düşən kimsələrdən olmayıb. O özündən əvvəlki kitabları, İncil olsun, Tevrat olsun, onu Allah Teala tərəfindən verildiyini və təhrif olunsa belə və yaxud da ki, mənaları getsə belə Peyğəmbərin vəsiflərini bəziləri kimi gizlədən kimsələrdən olmayıb. Belə ani bir qığılcımda İslamı qəbul edəcək bir kimsələrdən olub o. Aydındır. Varaqa ona deyir ki, Peyğəmbərimizə Həzə namus əlləzi kən yenzil alə Musa. Bu, Musa aleyhisselamə nazil olmuş mələkdir. Onu Namus adlandırır. Namus Cibril aleyhisselama deyilir. Yəni, Musa aleyhisselam nazil olmuş həmən ki, vəhi mələyidir. Yə leytəni fiyhə cəzən. Kaş ki, mən səninlə, yəni sənin bu gəldiyi, bu peyğəmbərlik verildiyi dönəmlərdə kaş ki, mən cavan oğlan olardım, gənc olardım. Leytəni əkuna həyyən idə yuxricə qavmuka fəqalə Rasulullah sallallahu aleyhi və səlləm əvə muxriciyyəhum. Həmçində Varaqa deyir ki, yəni cavan olardım, sənin qövmün səni öz diyarından, öz vətənindən çıxartdığın zaman kaş ki, mən sənin yarında olardım deyə Peyğəmbərimizə bildirdikdə və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, qövmün məni yurdumdan çıxardacaqlarmı? Və Varaqa deyir ki, bəli, sənin qövmün səni yurdundan çıxaracaqdır. Bu, Peyğəmbərimizin başına gələcək hadisənin 13 əvvəl Varaqa buna xəbər verir. 13 il əvvəl buna xəbər verir. Aydındır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o vəhiy dönəmində 13 il Məkkədə qalır və sonra o məcburən Mədinəyə hicrət edir. Ləm yəti əhədun mimithli mə ci'tə bihi illə udiyə. Və buna Peyğəmbərimiz təəccüblənir ki, yəni məni qövmün yurdundan qovacaqlarmı, çıxardacaqlarmı? Və Varaqa deyir ki, əlbəttə ki, sənin gətirdiyin kimi gətirən elə bir Peyğəmbər olmayıb ki, ona qarşı düşmənçilik etməsinlər. Və in yudrikəni qavmuka ansuka nasran muəzzəla. Əgər sənin qövmün səni oradan çıxartdıqda mən də sənin yanında olsaydım, mən sənə çox qüvvətli şəkildə, yəni sənə yardım edərdim deyə Varaqa ibn Nufəl buna Peyğəmbərimizi bildirir. Sümmə ləm yənsəb Varaqa tuvaffiyə və fəttətül vəhi fətrətən. Sonra bir müddət keçir, Varaqa ibn Nufəl dünyasını dəyişir. Adı Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin yəni Peyğəmbərliyinin şahid olmur. Yəni o günlər artıq görə bilmir o. Aydındır. Hətta həzin Rasulullah sallallahu aleyhi və səlləm. Sonra burada Zühri özündən əlavələr edir. Lakin bu əlavələr zəifdir. İbn Şəhəb Zühri özündən əlavələr edir ki, Peyğəmbərimizə sallallahu aleyhi və səlləm artıq vəhiy gəlməsi gecikir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hüzünlənir. Peyğəmbər hüzünlənir. Hətta yəni vəhiy şövqündən, vəhiy istədiyindən dolayı deyir ki, burada İbn Şəhəb Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dağlara qalxır. Hətta özünü atmaq yerinə gətirib çağırtır. Hər dəfə atmaq istədikdə özünü Cəbrail əleyhissalam gəlir ki, sən Allah tərəfindən göndərilmiş bir peyğəmbərsən, haqq Allahdan göndərilən peyğəmbərsən deyir. Lakin bu əlavə İbn Şəhəb Zühri tərəfindən olan, yəni mursal olaraqdan rivayət olunur, bu da zəif olaraqdan vurğulanır. Və həmin qalə Cabir ibn Abdillah Ənsari və huvə yuhəddisu an fətətil vəhi fəqalə hədithəhu. Burada Cabir ibn Abdullah radiyallahu anhu vəhiy fətratindən bəhs edir, vəhiyin gəldiyi dönəmdən. Fəqalə və öz hədisində deyir ki, beynəmənə əmşi, dedi, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə dəvat edir, deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm günlərin yolda gedərkən göy səmasından bir səs eşitir. Deyir ki, Peyğəmbər fərafa'du basari, gözümü göyə qaldırdıqda fəizə mələkulləzi cəəni bil-hira cəlisun alə kursi beynə səməi vəl-ard. Mən gözümü qaldırıb səmaya baxdıqda mənə Hira dağına gəldi eyni mələk yerlə göy arasında olan bir kürsüdə əyləşmiş
Feru'ibtu minhu və mən bu görüntüdən qorxdum. Feraca'tu fequltu zemmilun və mən də ki qayıtdım. Başqa bir ləfzədir. Başqa bilərsən, başqa bir ayənin inməsində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ki, ikinci vəhin nazil, ikinci ayələr vaxtı vəhin gəlməsidir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə də qorxu və təlaş içərisində ailəsinə qayıdır və deyir ki, zəmmiluni, zəmmilun, məni örtün, örtün, məni üstümü örtün. Və Allah Teala bu ayələ nazil edir. Ya eyyuhəl muddəssir, qum fəəndir və rabbəkə fəkəbbir və thiyəbəkə fətahhir və rüzzə fəhcur. Bu da Əl-Müddəssir surəsi 1-ci və 5-ci ayə. Fəhumiyəl vahyu və tətəbə. Bundan sonra artıq vəhi belə ard-arda kəsilmədən gəlməyə başladı. Burada Allah Teala Peyğəmbərimizə artıq ya eyyuhəl muddəssir Peyğəmbərimizi adladı. Yəni zəmmiluni eyni mənada ki, ey örtüyünə bürünmüş, libasına bürünmüş Peyğəmbər. Qum fəəndir. Artıq burada Allah Teala öz peyğəmbərlik risaləsinin təbliğatını Allah Teala Peyğəmbərimizə əmr edir. Qum fəəndir. Qalx insanları çatdır. İnsanlara haqqı bəyan et, təbliğ elə. Və rabbuke fəkəbbir və Rəbbini uca tut. Rəbbini uca tut. Və thiyəbəkə fətahhir, yəni libasını təmizlə. Və rüczə fəhcur. Və pis şeylərdən, yəni bütlərdən, bu kimi pis şeylərdən də uzaq dur deyə Allah Teala bu ayəni nazil edir. Və rəvəl Buxari rahiməhullah fi kitabı fi mavadi' minhu. Başqa öz kitabında bunu Buxari rahimehullah zikr etmişdir. Fəqalə ul-müminə Ayşə radiyallahu anh əvvəl mə bədə minəl-vahyi ər-rü'ya sadiqa. Necə ki Ayşə radiyallahu anh ilk hədisində demişdir ki, vəhi, ilk vəhi Peyğəmbərimizə gələn vəhilər o, yəni səhərin açılması kimi belə açıq aydın Peyğəmbərimizin gördüyü yuxular. Yəni gecə yuxu görərdi, səhər açılması necə sadiqdirsə, doğrudursa və onun gördüyü yuxular da elə təsdiqini tapardı. Aydın. Yuqavi ma zəkərə Muhammed ibn İshaq an Ubeydillahi ibn Amr el-Leythi enne Nebi sallallahu əleyhi və səlləm qala fəcəəni Cibril və ana naimun binamtin min dibacin fihi kitab. Deyir ki Peyğəmbər bu hədisi də həmçinin yuxarı gələn hədis, bu hədisi indi oxuyacağım hədisi yuxarı keçən hədisi təsdiqləyir, yəni möhkəmləndirir mənasını və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki mən yatmışkən içində yazı olan, yəni içində yəni kitab içində yəni yazı olan və ya kitab olan ipəkin bürümüş bir kitab gətirərək də Cəbrail aleyhissalam mənim yanıma gəldi. Fəqalə iqra, mən dedi ki oxu. Fəqultu mə əqra. Cəbrail aleyhissalam dedi ki oxu və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi ki mə əqra, nə oxuyum? Fəqattəni həttə zanut ənəhu'l mevt thumma ərsələni. Sonra Cəbrail aleyhissalam dedi ki məni tutdu, hətta yəni az qalsın nəfəsim kəsilir, dedim ki artıq bu ölümdür, artıq da ölürəm. Sonra dedi ki sonra məni buraxdı. Və zəkə nəhvə hədisi Ayşə seva. Yəni sonra bu Ayşə radiyallahu anh rəvayət etdi, bu eyni hədisdə rəvayət olunur. Sonra dedi ki İnnə əvvələ mə bədə bihil ənbiyə fil mənəmi həttə təhtə qulubəhum thumma yenzulu vahyi ba'də. Əvvəl demişdim ki, yəni bu vəhi, ilk vəhilər ilk olaraqdan Peyğəmbərimizə Cəbrail aleyhissalam Mələkül Vahiy tərəfindən gəlmirdi, lakin yuxular vasitəsilə olurdu. Bu da deyilir ki, Peyğəmbərimizdən Alqamə İbn Qeys deyir ki, İnnə əvvəl mə yu'tə bihil ənbiyə fil mənəm həttə təhtə qulubə. Peyğəmbərlərə ilk o böyük vəhiylə gəlməzdən əvvəl hətta örgəşməsi, yəni qəblərinin rahatlıq tapması üçün onlara yuxu vasitəsilə vəhiylər onlardı. Hətta ki, onlara onu örgəşsinlər. Ondan sonra artıq onlara vəhiylər, yəni bildiyimiz şəkildə vəhiylər, Cəbrail aleyhissalam vasitəsilə vəhiylər gələrdi. Mövzumuz da burada sonlanır, lakin mövzu var. Artıq mövzu dəyişdiyinə görə burada sonlanırıq. Gələn dərsdə inşallah bu mövzunun arxıdığı olacaqdır. Allah subhanahu wa ta'ala bizlərə işli faydalardan etsin. Və sallallahu ala nebiyinə Muhammed və ala alihi və sahbihi və səlləm.